Heç nə gözləmirəm. Çox davam edəcək. Səbəbi nədir də görürsünüz? Səbəbi bütün dünyada gedən proseslər. Trump Qırlandan istəyir, Kanadadan özünə ştat seçmək istəyir. Bunlar hamısı problemdir. Украинаның проблемы Украинаның değil. Войны вообще не должно быть. Это родные как бы братья и сестры, а война это вообще непонятно. Войну не надо, что в мире должна быть дружба. Ukrayna bizə yaxındır da, yəni mən istəyərdim ki, yəni Ukrayna olsun qələbə, yəni uğurlar onlarla olsun, nə bilim. Ruslara da yəni püskün arzu eləmirəm, yəni nə bilim, mehribançılıq olsa daha gözəl olar. Tezliklə qurtarmasını arzu edirik. İnsan qırğınına son qoymaq lazım. Hansı yolla olur olsun, razılaşıb sülhə gəlmək lazımdır. Yəni siz nə istəyərdiniz, necə? Gözləntilərim yaxşı olar inşallah. Mən istəyirəm ki, hər şey yaxşılığa doğru olsun, müharibə olmasın. Körpələr, analar, bacılar hamısı sülh, əmin-amanlıq şəraitində yaşasınlar. Çünki müharibə ən dəhşətli, ən faciəli bir faktdır ki, gözümüzün qabağında nə qədər insanlar itir, cavan yaşda oğullarımız gedir, ərlərimiz gedir, qardaşlarımız gedir. Yəni bu bizə çox ağır bir itkidir və zərbədir. İstəmirəm müharibə olsun. Dünyanın heç bir ölkəsində müharibə olmaz. Məncə sülh sazişi ilə bitsə yaxşı olar. Yəni müharibənin davam etməsi böyük tələfatlara yol açır. Ona görə sülhlə qurtarsa daha yaxşıdır. Bu Avropa ilə Rusiya, Ukrayna arasında həll olunan məsələdir. Avropa Birliyi, yəni çünki Avropada bu münaqişə Avropanın ərazisindədir. Yəni Avropada da həll olunacaq. Mən belə düşünürəm. Gözlədiyimiz sülhdür. Çünki o tərəfdən də bu tərəfdən də insanlar tələf olurlar. Ona görə də yəni sülh olsa yaxşıdır. Hər iki ölkə üçün, ümumiyyətlə yəni ki, iki ölkə üçün hamı üçün yaxşı olar. Həmin ölkələrin tərəfdaşları üçün də, özləri üçün də. İnşallah ki, sülh olar.